Plenar iclasda 2026-cı il dövlət büdcəsi, dövlət sosial müdafiə və işsizlikdən sığorta fondlarının büdcəsi, eləcə də 2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunlar ikinci oxunuşda müzakirə olundu. 2026-cı ilin dövlət büdcəsi layihəsi milli maraqlarımızın qorunmasına, iqtisadi inkişafa və sosial rifaha xidmət edən strateji maliyyə sənədidir. Növbəti ilin büdcə layihəsi yeni dövrün çağırışlarını və reallıqlarını nəzərə almaqla möhtərəm cənab prezident tərəfindən müəyyən edilmiş strateji vəzifələri və təşəbbüsləri aydın bir şəkildə əks etdirir. Büdcənin prioritetləri olaraq dayanıqlı iqtisadiyyat, sosial rifah, milli təhlükəsizlik, işğaldan azad ərazilərin bərpası kimi istiqamətlər vurğulandı. Bugünə qədər Azərbaycan dövləti bu ərazilərin bərpa olması üçün 22 milyard manata yaxın vəsait xərcləyib. Mən müqayisə üçün deyim ki, bu qonşu ölkələr olduğu üçün mən deyirəm. 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsi gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsi gəlirlərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan dövləti ərazilərin bərpası və inteqrasiyası üçün kifayət qədər böyük bir iş görür. 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən əsas məqsədlərdən biri ölkənin sosial-iqtisadi inkişaf tempini daha da artırmaq, regionların potensialını genişləndirmək və insanların gündəlik həyatına birbaşa təsir edən infrastruktur layihələrini prioritetə çevirmək olmuşdur. Bu prioritetlərin davamı olaraq cənab prezident İlham Əliyevin deputatı olduğum Zərdab rayonunda əhalinin gündəlik həyatında və təsərrüfat fəaliyyətində mühüm rol oynayan Məlikmutlu, Çallı, Salahlı, Hüseynxanlı, Xəmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı dünən imzaladığı sərəncamı mən burada xüsusi olaraq qeyd etmək istəyirəm. Qeyd edək ki, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon, xərcləri isə 41 milyard 703 milyon 600 min manat müəyyənləşdirilib. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300, əmək qabiliyyətli əhali üçün 317, pensiyaçılar üçün 245, uşaqlar üçün 260 manat müəyyən edilib. Ehtiyac meyarının həddi isə 300 manat göstərilir. Büdcədə qeyri-neft gəlirlərinin payı da artır. Rəqəmlərə nəzər salsaq, görəcəyik ki, 26-cı il icmal büdcəsində Azərbaycanda qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5% bəndə artaraq 63%-ə çatacaqdır. Və demək olar ki, biz növbəti il artıq icmal büdcəmizin 2/3-ni qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Gələn il əmək münasibətlərinin tənzimlənməsi və qeyri-formal məşğulluqla mübarizə də aktualdır. Qeyri-formal məşğulluğa qarşı mübarizə hökumət tərəfindən və ölkə başçısı tərəfindən prioritet bir istiqamət kimi müəyyən edilib. 2017-ci ildən başlayaraq bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu məqsədlə xüsusi dövlət proqramı qəbul olunmuşdur. Ölkəmizdə əmək müqavillərinin sayı 44% artmışdır. Bu gün artıq biz 1,9 milyon əmək müqaviləsindən olduğunu müşahidə edirik. İşsizlər, uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslərin icbari sığorta haqqını dövlət ödəyəcək. Bunun üçün 900 milyon manat ayrılıb və təxminən 7,5 milyon insanı əhatə edəcək. Qanun layihələri ikinci oxunuşda qəbul olundu. Günay Bünyadzadə, Elçin Tağıyev, Aysel Abbasova, ASTV xəbər.